Vaxtınız xeyir əziz abituriyentlər. Hər birinizi xoş gördük. Bugün sizlərlə bir yerdə söz verdiyim kimi sürətlərin toplanması, həmçinin çay məsələləri və ötüb keçmə məsələlərinə bir yerdə baxacağıq. Dərsin izahına keçməmişdən öncə onu qeyd edim ki, onlayn və əyani sentyabr qruplarımız başlayacaq və bunun haqqında məlumat əldə etmək istəyirsinizsə Instagram Xatimə Məmmədova səhifəsini yaza bilərsiniz. Sizin suallarınızı özüm şəxsən cavablandıracağım. Həmçinin belə bir imkan da yaradıram ki, əyani qruplarımıza siz birbaşa onlayn şəkildə qoşula bilirsiniz. Necə? Yəni, eyni ilə bax belə kameranı qoyacağım. Digər şagirdlərin suallarını dinləyəcəksiniz. Açıq şəkildə lövhəni görəcəksiniz. Dərs izahına, test izahlarına rahat qulaq asa biləcəksiniz. Yəni, məsələn, mən onlayn da başa düşmürəm. Əyani mənim üçün daha yaxşıdır deyən şagirdlər üçün tam əyani dərsi siz sadəcə telefondan olaraq izləyəcəksiniz və qatılacaqsınız. Belə deyə bilərik. Həmçinin bundan əvvəlki dərslərin də izahları var. Düz xətli bərabər sürətli, düz xətli bərabər təcilli hərəkət, nisbi sürət və orta sürət. Hərəkət dərsinin izahlarını da videonun açıqlama hissəsinə yerləşdirəcəm. Keçid edib baxa bilərsiniz. Gəlin indi başlayaq dərs izahımıza, sürətlərin toplanmasına. Buranı silim. Bundan əvvəlki dərsdə biz sizlərlə bir yerdə nisbi sürətə baxmışdıq. Nisbi sürətdə çıxarılış ilə aldıq ki, eyni istiqamətdə olanda sürətlər çıxılır, əks istiqamətdə olanda toplanılır, həmçinin bucaq əmələ gətirən hala və s. Bunlara da bir yerdə baxmışdıq. İndi biz sürətlərin toplanması qaydasını keçəcəyik. Sürətlərin toplanması qaydası ən çox harda qarşımıza çıxır? Eskalator məsələlərində, sonra çay məsələlərində və s. bu kimi hallarda bizim qarşımıza çıxır. İlk öncə istəyirəm eskalator məsələsini izah edim sizə, sonra xüsusi hallara ayrı-ayrıqda bir yerdə baxaq. Deməli, tutaq ki, eskalatorumuz bax, bu şəkildə eskalatorumuz var və eskalatorun əlbəttə ki, pilləkənləri olur. Bax, gördüyünüz bu şəkildə pilləkənləri göstərir. Tutaq ki, eskalator yuxarıya doğru hərəkət edən eskalatordur və eskalatorun yerə nəzərən sürəti 2V-dir. Yəni, eskalatorun sürəti 2V-dir. Və burada da bir sərnişin var. Yəni, siz tutaq ki, bu adam nə edə bilər? Hərəkətsiz qala bilər. Yəni, sadəcə eskalator onu qaldırır yuxarıya və yaxud ola bilər ki, o da eskalatorla bir yerdə hərəkət etsin. Tələsir də ola bilər bu. O da tutaq ki, həmin bu sərnişinimiz eskalator nəzərən sürəti olsun V. Ola bilər ki, bəzi halda da əksinə olan halda göstərə bilər. Bunu da deyəcəm, indi baxarıq. Deməli, gördüyümüz kimi, bizim sərnişinimiz də yuxarı qalxır və eskalator da yuxarıya doğru qalxır. İndi buradakı sürətə fikir vermək lazımdır. Orada çaşdıran müəyyən bir məqamlar var ki, məsələn, orada nəzərən sözü işlədilir deyə şagirdlər çox vaxt çaşır. İndi çaşır, məsələn, bu eskalatorun, daha doğrusu sərnişin eskalator nəzərən sürətidir, yəni V-dir. Onda yazacağıq ki, V sərnişinin eskalatora nəzərən sürəti V-yə bərabərdir. İndi isə bu 2V isə eskalatorun sürətidir. Yəni, eskalatorun yerə nəzərən sürətidir. Yeri də bax, burada götürürük. Aha. Eskalatorun yerə nəzərən sürətdə oldu nə? 2V. Yəni, məsələn, orada məsələdə sadəcə deyə bilər ki, eskalatorun sürəti. O, eskalatorun sürəti demək, yəni eskalatorun yerə nəzərən sürəti deməkdir. İndi bizdən nəyi soruşacaq? Soruşacaq ki, sərnişinin yerə nəzərən sürəti bəs nəyə bərabərdir? Yəni, V sərnişinin bax, yerə nəzərən sürəti. Bizdən bunu soruşacaq. İndi mən belə bir qayda deyəcəm. Şagirdlər çox vaxt çaşırlar. Yəni, əlbəttə ki, bir qədər qarışdırıcıdır. Sərnişinin eskalatorun yerə və yaxud da sərnişinin yerə bir qədər çaşdırıcıdır. Necə? Bax, belə oğlu dildə yadınızı saxlamanızı istəyəcəm. Bax, sərnişinin yerə nəzərən sürəti. Bizdən bu soruşulur. Buraya yazıram var, V sərnişinin yerə nəzərən. Baş hərflərini yazdım, S, Y yazdım. Yəni, sərnişinin yerə nəzərən. İndi bizə nə verilib? Sərnişinin eskalator nəzərən. Bax, oxu qoydum. Sərnişinin eskalatoru. V sərnişin, S hərfi başlığını yazdım. Bir də eskalatorun baş hərfini E yazdım. Bu oldu sərnişinin eskalator nəzərən sürəti. Və həmçinin bizə nə verilib? Eskalatorun sürəti. Yəni, eskalatorun yerə nəzərən sürəti. Bax, bu eskalatorun yerə nəzərən sürəti. V eskalatorun yerə nəzərən sürəti. İndi necədir? Bax, bu gördüyünüz bütöv hissənin uzunluğu, yəni sərnişinin yerə nəzərən sürəti bərabər olacaq sərnişinin eskalator nəzərən sürəti, bax, bu balaca hissə və üstə gələk eskalatorun yerə nəzərən sürəti, bu balaca hissə. Bax, ki, balaca hissələrin cəmi nəyə bərabərdir? Bütöv hissəyə. Bunu da proyeksiya ilə işləmək lazımdır. Yəni, x ox üzrə proyeksiyaya baxacağıq. Yəni, onda belə yazacağıq ki, artıq V sərnişinin yerə nəzərən sürətinin x ox üzrə proyeksiyası bərabərdir sərnişinin eskalator nəzərən sürətinə. Yəni, sərnişinin yerə nəzərən sürəti bərabərdir. V sərnişinin yerə nəzərən sürəti. V sərnişinin yerə nəzərən sürəti bərabərdir. Sərnişinin eskalator nəzərən sürəti.
eskalatora nəzərən sürətinin x ox üzrə proyeksiyası üstə gərək eskalatorun yerə nəzərən sürətinin x ox üzrə proyeksiyası. X oxunda necə götürəcəm? Sağa doğru götürürəm əlbəttə ki. Aha. İndi baxın, fikir versəniz, görərsiniz ki, bu V x ox istiqamətindədir. Bu 2V də x ox istiqamətindədir. Deməli, elə olduğu kimi müsbəti ilə yazacaqsınız. Yəni artıq burada sərnişinin yerə nəzərən sürətinin x ox üzrə proyeksiyası bərabər olacaq. Sərnişinin eskalatora sürəti nə qədər idi? Bax, sərnişinin eskalatora V. Üstə gələk, eskalatorun yerə nəzərən sürəti, o da nəyə bərabərdir? Bax, eskalatorun yerə nəzərən sürəti 2V. Gördüyümüz kimi neçə V oldu? 3V oldu. Müsbət aldım deyə, müsbət 3V aldım deyə, elə o da nə olacaq? Bu istiqamətdə olacaq. Yəni x ox istiqamətində olacaq bizim sərnişinin yerə nəzərən sürəti. Bəs qeyd etdiyim kimi əks istiqamətli olsaydı necə olardı? Məsələn, tutaq ki, bizim bu sərnişinimiz indi V sürətindən əksinə doğru hərəkət etsəydi necə olardı? Baxın, indi burada yenə həmənki qaydadır. Bunu olduğu kimi yazırsan. X ox üzrə proyeksiyanı olduğu kimi yazırsan. Sadəcə bir dənə məqam odur ki, bu V artıq x oxun əksinədir gördüyümüz kimi. X oxu bu istiqamətdə daxil. Deməli, artıq bunu mənfi V ilə yazmalısan. Yəni, bax, buraya sadəcə mənfi V yazacaqsan. 2V çıxaq V oldu. Nə olacaq onda? V olmuş olacaq. Və ola bilər ki, bu sərnişin hərəkətsiz olsun. Onda onun sürəti nə olacaq? Yəni, sərnişin eskalator nəzərən hərəkətsiz olsun. Onda onun sürətinə 0 desək, sərnişin eskalator nəzərən sürəti 0 olsa, sadəcə bax bunu nəzərə almayacaqsan, 0 qəbul edəcək. Onda sərnişinin yerə nəzərən sürətinin x ox üzrə proyeksiyası elə eskalatorun yerə nəzərən x ox üzrə proyeksiyasına, yəni 2V-yə nə olacaq? Bərabər olacaq. Yəni burada artıq 0 yazacaqsan. Bunun yerinə sadəcə nə olacaq? 2V olmuş olacaq. Burada sürətlərin toplanması qaydasından gördüyümüz kimi nədir? İstifadə etdik. Aha, indi belə də belə ümumi hal verə bilərik ki, hansı ki biz tutaq ki, verilir ki, A cisminin yerə nəzərən sürəti bizə verilə bilər. Aha, demək, burayı gəlin silim, elə yazaq. Bu hissəyə qədər məncə aydın. Məsələn, deyək ki, indi A cisminin yerə nəzərən sürəti VA yer verilər. Aha, həmçinin B cisminin yerə nəzərən sürəti verilə bilər. Aha, onda biz keçən dəfə keçmişdik ki, nisbi sürətdə A cisminin B cisminə nəzərən sürəti desə, VAB bərabər olacaq artıq VA çıxılsın nəyə? VB-yə. Bu VA, VB nədir? Elə A-nın yerə nəzərən sürətidir. Yəni VB nədir? Elə B-nin yerə nəzərən sürətidir. Onda mən buradan A-nın yerə nəzərən sürətini tapsam, VA yer bərabər olacaq nəyə? VAB üstə gələk VB yerə. Bu da oldu nə? Bax, bu gördüyümüzdə sürətlərin toplanması qaydasıdır. İndi ümumi hallara gəlin baxaq. Eyni istiqamətli yönələndə, əks istiqamətli yönələndə nə edirik və həmçinin buca əmələ gətirən hala necə ki, nisbi sürətdə baxmışdıq. İndi burada baxacağıq bu hissəndə. Gəlin silək. Gəlin indi bir nümunəyə baxaq. Nümunə ilə sizə izahını verim. Tutaq ki, bax burada bir arabamız var. Bu arabanın üzərində də bir sərnişin var. Tutaq ki. Aha. İndi bizdən nə soruşulacaq? Burada sürətlərin toplanması qaydasında tutaq ki, araba da sağa doğru yerə nəzərən 2V sürətindən hərəkət edir və bizim sərnişinimiz arabaya nəzərən tutaq ki, V sürəti ilə, o da eyni istiqamətli hərəkət edir. Bizdən nə soruşulacaq? Sərnişinin yerə nəzərən sürəti soruşulacaq. Gəlin baxaq indi. Bayaqki qayda eynisidir. Sanki eskalator məsələsidir. Eskalatorun üzərində adam var idi. İndi burada da arabanın üzərində adam var da. Yəni, heç bir problem yoxdur. İndi yenə baxın, sərnişinin yerə nəzərən sürətinin x ox üzrə proyeksiyası bərabər olacaq. Bax, bu sərnişinin arabaya nəzərən V sərnişinin arabaya nəzərən sürətinin x ox üzrə proyeksiyası üstə gələk bu arabanın yerə nəzərən sürətinin x ox üzrə proyeksiyası. İndi nə edirik? Baxırıq görək, bu sərnişinimiz necə istiqamətdə hərəkətdir? X ox istiqamətində, yoxsa X oxun əksinə. Bax, X oxu sağa doğruda. Deməli, avtomatik, bax, bu sərnişinin arabaya nəzərən sürətinin X ox üzrə proyeksiyası müsbət olacaq. Ona görə mən burada, bax, burada müsbət V-ni yazmalıyam. V üstə gələk. Arabanın yerə nəzərən sürətinin X ox üzrə proyeksiyası da müsbət. Çünki 2V də sağadır, X oxu da sağadır. Deməli, hər ikisi necə yönəlib? Eyni istiqamətdə yönəlib və müsbət. Üstə gələk 2V-ni yazdım. Buradan da aydındır ki, artıq sərnişinin yerə nəzərən sürətinin x ox üzrə proyeksiyası bərabər oldu nəyə? V üstə gələk 2V-yə bərabər oldu nəyə? 3V-yə. Gördüyümüz kimi, deməli, eyni istiqamətdə olanda nə etdim?
Topladım. Aha. Əks istiqamətdə olsaydı bəs, yəni bu adam V sürətindən əksinə doğru getsəydi arabanın üzərində. Artıq nə olacaqdı? Bu V x oxunun əksinə doğru olduğundan mənfi V yazmalıydın artıq. Burada nə yazacaqsan? Mənfi V. Deməli, onda V sərnişinin yerə nəzərən sürətin x olacaq. Reaksiyası artıq olacaqdı. Mənfi V üstə gələk 2V. 2V-dən də çıx V. Nə qalacaqdı? V. Gördüyümüz kimi çıxıldı. Eyni istiqamətdə olan deməli, nə edirik? Topladıq. Əks istiqamətdə olan nə edirik? Çıxdıq. Bax, fikir ver, tam nisbi sürətin elə bir əksidir. Nisbi sürətdə eyni istiqamətdə olan nə edirdik? Çıxırdıq. Yəni, buradakı nisbi sürətin modulunu tapanda. Amma əks istiqamətdə olan nə edirdim? Toplayırdım. İndi burada isə tam əksini edirəm. Bax, eyni istiqamətdə olanda toplayıram, amma əks istiqamətdə olan nə edirəm? Çıxıram. Məncə, bura qədər aydın. Bəs bucaq əmələ gətirən hal. İndi buranı silirəm, bucaq əmələ gətirən hala gəlin baxaq. Dedim ki, bu sürətlərin toplanması qaydası ən çox abituriyentlər üçün eskalator məsələlərində çıxır. Özüm birinci eskalator məsələsini qabaqda verdim ki, sizin üçün asan da olsun, belə deyək də, rahat olsun. Aha, indi baxaq, bucaq əmələ gətirən hala. Tutaq ki, bu olsun mənim V1 vektorum. Aha, bu da olsun V2 vektorum. Burada indi necə? Alfa bucaq əmələ gətirib, gördüyünüz kimi. Nisbi sürətdə mən öyrətmişdim ki, hansı ki, gəlin nisbi sürətdən qarşılıqlı əlaqələndirək ki, bizim üçün rahat olsun. Nisbi sürətdə öyrətmişdik ki, birinci cismi ikinciyə nəzərən nisbi sürətin tapanda nə edirdik? V1 2x-i tapanda V1x-dan çıxırdıq nəyi? V2x-i. Aha, ikincinin birinciyə nəzərən nisbi sürətin x oxuyacaq reaksiyasını tapanda isə V2x-dan çıxırdıq nəyi? V1x-i. İndi burada istiqaməti necə qururdum? Demişdim ki, əksinə qururuq da azalan çıxılan deyil, çıxılandan azalana doğru çəkməliyik oxu. Bax, bu istiqamətdə. Deməli, onda birincinin ikinciyə nəzərən nisbi sürətdə 2-dən 1-ə doğru çəkməsən oxu. Bax, bu istiqamətdə 2-dən 1-ə. Amma ikincinin birinciyə nəzərən dedikdə elə həmin istiqamətdə əksinə doğru olacaq artıq. Bax, fikir versən 1-dən 2-yə doğru olacaq. Bax, bu ox üzrə 1-dən 2-yə doğru, aşağıya doğru qoyacaq. İndi mən bunu necə tapırdım? Dedim ki, kosinüslər teoremindən tapılır. Kosinüslər teoreminə görə əgər bax, alfa axtardığımın qarşısındadırsa, bax, gör nəyi axtarıram? V1-2-ni və V2-1-i axtarıram. Tam axtardığımın qarşısındadırsa da, onda kosinüslər teoreminə görə modulda V1-2 bərabər olacaq V2-1-ə, ədədi qiymətlər bir-birinə bərabərdir, istiqamətlər əksdir. Bərabər olacaq kök altında V1-in kvadratı üstə gələk V2-nin kvadratı çıxaq nə? 2V1, V2 vurulsun kosinüs alfa. Bu lap gözəl, lap əla. Bunu tapdıq. Bu nisbi sürət üçün idi. Və dediyim kimi, əgər alfa bucağı bunun qarşısındadırsa, bəli, çıxağından olacaq burada. Kosinüs alfanı da biz riyaziyyatdan bilirik ki, çıxağından. Bəs sürətlərin toplanması qaydasını nə edirik? Sürətlərin toplanması qaydasında adından da göründə toplanır. Deməli, biz burada vektorların toplanması qaydasına baxacağıq. İndi mən bunu aşağıda çəkirəm, həmin şəkil. Bax, V1, V2 olan şəkli aşağıda çəkirəm. Bura V1 yazıram, buna da V2. Aha, bu bucaqla alfadır. Vektorların toplanması qaydasına görə vektorları toplayarkən birinin başlanğıcı, digərinin sonuna gəlməlidir. İndi burada ikisinin də başlanğıcı eyni yerdədir. Deməli, mən nə etməliyəm? Birini sürüşdürməliyəm. Məsələn, bax, bu V2-ni sürüşdürsən bura. Olduğu kimi bura sürüşdürdüm, aşağını indi sil. Aşağı sənə artıq lazım deyil, sürüşdürdün ora. Sildim, bax buranı. Ha, lap gözəl, əla. Buranı qırıq-qırıqdan göstərəcəm. Çünki bucaqdan istifadə edəcəyik. Hələ ki, bax, bu qırıq-qırıqdan bu qırmızını göstərəcəm. Yəni, mən bundan hələ ki istifadə eləmirəm, ha. Yuxarıdakından istifadə edəcəm. Bax, bunu da burada olduğu kimi V2-ni yazıram. Aha, deməli, V2-ni hara sürüşdürdüm, bura sürüşdürdüm, qırıq-qırıqdan hələ burada saxlayıram. Bu bucaq alfadırsa da, onda bura neçə olacaq? 180 çıxaq alfa. Çünki parallelogram yaradıram, fikir ver. Bu parallelogramın nədir? Gördüyümüz kimi, eyni tərəfdə olan bax, bu bucaqları nə eləməlidir? Cəmi 180 verməlidir. Ona görə mən bu bucağı tapanda 180-dən alfini eləməliyəm, çıxmalıyam. 180 çıxaq nə olacaq? Alfa. İndi burada bu vektorların toplanması qaydasına görə, əlbəttə ki, bu V1, V2 vektorunu toplayanda necə çəkəcəm həmin o vektoru belə olacaq. Bax, birinin başlanğıcından digərinin sonuna. Bax, bunun başlanğıcından bunun sonuna nə eləməliyəm? Oxumu çəkməliyəm. Gəlin çəkək. Əyli çəkdim biraz. Aha, eyb yox. Bu da oldu deməli bizimlə gördüyümüz kimi vektorların toplanması qaydasında bucaq əmələ gətirən hal. İndi baxın, fikir verin, bu axtardığım bu vektor necədir? 180 çıxaq alfanın qarşısındadır artıq. Deməli, mən buradakı bucağı götürməliyim. Tam qarşıdakı bucağı götürmək lazımdır. Deməli, mən 180 çıxaq alfanı götürməliyim. Yəni, bu alfa ilə işləməyəcəm. Bax, bu birisində fikir ver, alfa ilə işlədim. Normal olduğu kimi alfanı yazdım. Niyə? Çünki
Bu axtardığım vektor nisbi sürətdəki, axtardığım vektor bunun qarşısındaydı. Amma indi burada mənim axtardığım bax bu vektor nədir? 180 çıxaq alfanın qarşısındadır. Ona görə mən tutaq ki, buna bir v deyirəm. Aha, bu v vektorunu tapsam nə olacaq? Kök altında v1-in kvadratı üstə gələk v2-nin kvadratı və çıxaq 2v1 v2 vurulsun kosinus 180 dərəcə çıxaq nə? Alfa. Buradan aydın. Necə götürdüm? 180 çıxaq alfasına götürdüm. Yəni axtardığım vektorun qarşısındakı bucağı götürməliyəm. Oradakı alfa ilə işləmir. İndi bax, kosinus 180 çıxaq alfada nə olur? Kosinus adını dəyişmir, yəni sinus olmur. Amma ki, kosinus alfaya bərabər olur. Amma mənfi kosinus alfaya bərabər olur. Yəni işarə dəyişir artıq burada. İndi onda bu kosinus 180 çıxaq alfanın yerinə, bax, mən nə yazacağam? Onu qırmızı ilə göstərək. Bunun yerinə nə bil mənfi kosinus alfa yazacağam. Yəni bunu sil. Aha, mənfi kosinus alfadır. Mənfini qabağa versən, mənfi işarələşəcək nə olacaq? Müsbət. Onda deməli nə aldıq? Kök altında v1-in kvadratı üstə gələk v2-nin kvadratı üstə gəlinsin. 2v1 v2 vuraq nə? Kosinus alfa. Bax, fikir ver, fərqə bax, gördüyünüz kimi nə oldu? Burada çıxağından, burada nə oldu? Üstə gələyindən oldu. Deməli, sürətlərin toplanması qaydasında orada üstə gələkdir. Onu da aldıq zaten. Niyə üstə gələkdir? Çünki bax, 180 çıxaq alfadan istifadə etdim mən burada. 180 çıxaq alfada da kosinus mənfi kosinus alfaya bərabər olur. Deməli, ona görə də o mənfi işarə dəyişir. Nə olur? Müsbət olmuş olur. Yəni, burada çaşmırıq. Uşaqların ən çox çaşdığı məqam budur ki, sürətlərin toplanması qaydası ilə nisbi sürəti bir-birindən ayırt etməkdə çətinlik çəkir. Bu bucaqda mənfidirmi, müsbətdirmi bir-birinə qarışdırılır. Məsələn, indi birazdan əvəzləyici qüvvəndə keçəcək. Əvəzləyici qüvvədə də qarışdırırlar. Onda da zaten mən alınması ilə göstərəcəm ki, kosinuslar teoremində necə olur? Yəni, kosinuslar teoremi dəyişmir, əzizlərim. Kosinus bəzi uşaqlar düşünürlər ki, niyə burada mənfi oldu? Kosinuslar teoremində normalda mənfidir və çıxaqdır burada. Düşünürlər ki, niyə gəldi bu üstə gələk oldu? Bunun səbəbini bilmirlər. Niyə? Çünki əzbərləyirlər. Yəni, qayda kitablarında bu hazır şəkildə verilir zaten. Amma ki, çıxarılış ilə gördüyünüz kimi nə edirik? Biz vermiş olduq. Ümid edirəm ki, aydın oldu. Burada indi xüsusi halda, əgər ki, bucaq 90 dərəcə olarsa, alfa bərabər 90 dərəcə olanda, yəni bu vektorlar bir-birinə perpendikular olanda kosinus 90-da 0 olduğundan bu ifadə gedəcək 0-a. Sadəcə nə qalacaq? Kök altında v1-in kvadratı, üstə gələk v2-nin kvadratı qalmış olur. Məncə bura qədər aydın oldu bizim sürətlərin toplanması qaydası. Burada heç nə qalmadı sürətlərin toplanması qaydasına. İndi biz baxırıq çay məsələlərinə, qayıq məsələlərinə. Onu da çox şagirdlər çaşır. Gəlin indi onu da biz qəşəng izah verək, öyrənək. Baxaq, silirəm buranı. Deməli, indi baxacağıq çay məsələlərinə. Çay məsələlərinə keçməmişdən öncə qeyd edim ki, siz əgər bura qədər izləmişsinizsə videonu, deməli artıq başa düşürsünüz izahı. Ona görə də əməyə qarşılıq olaraqdan videonu bəyənməyi və həmçinin digər dostlarınızın da bu videozaha baxıb çətinlik çəkdiyi mövzunu yaxşı başa düşmək üçün onlara bu videonun linkini ata bilərsiniz, paylaşa bilərsiniz və kanalımıza abunə olmağı da unutmayın ki, növbət dərslərin izahları gəldikdə xəbərdar olasınız. Bundan sonraki dərsimizin izahı məsələn Newton qanunları olacaq. Deyərsiniz, niyə çevrə üzrə bərabər sürətli hərəkəti izah etmirəm? Çevrə üzrə bərabər sürətli hərəkətin zaten dərs izahı mənim kanalımda var. Keçid edib izləyə bilərsiniz. Hansı ki bir playlist yaratmışam. Orada dərs izahları var. Oraya girib siz bütün dərs izahlarına baxa bilərsiniz. Heç bir problem yoxdur. Aha, çay məsələləri. Çay məsələləri bir çox şagirdimizin qorxduğu məsələlərdir. Amma ki əslində asan məsələlərdir. Baxaq, nümunələr verəcəm, nümunələrlə işləyəcəyik. Deməli, necə sözlər görəcəksiniz? Deyəcək ki, üzgüçünün və yaxud da qayığın, indi ola bilər çayın üzərində qayıq gedir və yaxud da ki, qayıqsız çayda insanı da üzür. Aha, deyəcək ki, üzgüçünün və yaxud da qayığın yerə nəzərən sürəti. İndi mən qayıqdan işləyəcəm. Onu üzgüçüyə də verə bilər də. Məsələn, deyəcək və qayığın yerə nəzərən sürəti. Qayığın yerə nəzərən sürəti. Bunu deyə bilər. Sonra nə deyə bilər? Deyə bilər ki, çayın yerə nəzərən sürəti. Çayın yerə nəzərən sürəti də hansı ki, axın sürətdir. Belə də deyə bilər. Aha, və çayın yerə nəzərən və yaxud da dediyim kimi, və axın da deyə bilər. Aha, bunu istəyər sizdən, bu kimi sözlər istifadə olunar. Qayığın yerə nəzərən, çayın yerə nəzərən və yaxud da ki, axının sürəti, çayın sürəti belə də deyə bilər. Bizdən nə istəyəcək? Çayı üzgüçünün ötüb keçmə müddəti, bu istəniləcək. Və həmçinin bizdən istəniləcək çayı üzmə məsafəsi. Bunlar istəniləcək.
Deməli, tutaq ki, çayın şəklini çəkirəm. Bax, belə bir çayımız olsun. Gördüyünüz kimi burada belə bir çayımız var. Bu çayın çayın eninə bir D hərfi deyirəm. Tutaq ki. Aha. Dediyim kimi çayı ötüb keçmə müddəti T-ni istəyəcək və həmçinin çayı üzüb keçmə məsafəsi S istəyəcək. Üzmə məsafəsi. Aha, tutaq ki, bax burada X nöqtəsindən başlayır bizim üzgüçümüz, qayğımız hərəkətə. İndi bizdən nə istəyəcək? Deyəcək ki, tutaq ki, bax çayın sürətində belə bu istiqamətdə verəcək V çay. Üzgüçü də deyəcək ki, tutaq ki, bax bu istiqamətdə hərəkət edir. Bu da olsun bizim üzgüçümüz və üzgüçü. Deyəcək ki, bu X nöqtəsindən başlayan, hərəkətə başlayan bu üzgüçü hansı nöqtədə çıxar? Burada nöqtələr verəcəklər. Tutaq ki, nə bilim A verəcək, B verəcək, tutaq ki, nə bilim C verəcək, D verəcək və s. Bu kimi nöqtələr verəcək. Biz bu hansı nöqtələrdən çıxar? Nə edirik? Burada vektorların toplanması qaydasından istifadə edəcəyik. Yenə həmən kimi. Bax, bu gördüyünüz V çaydır. Elə etmək lazımdır ki, bax, bunun sonu gəlsin bu V çayın başlanğıcına. Yəni, bax, bu V çayı olduğu kimi mən buraya sürüşdürsəm, bax, gördüyünüz kimi V çay. Amma uzunluğu eyni olmalıdır. İndi mən ola bilər ki, bir qədər uzun və yaxud da qısa verərəm. Heç bir problem yoxdur. Aha. Və orada bir damla ilə verəcək zaten sizə. Məsələn, tutaq ki, bu 2 damladırsa, gətirib burada 2 damlanı buraya yerləşdirməlisiniz. Aha. İndi bunu nə etmək lazımdır? Artıq vektorların toplanması qaydasına görə birinin başlanğıcından digərinin sona oxu çəkirsən. Aha. Bu da oldu sənin vektor. Bunu nə etmək lazımdır? Uzadırsan. Bax, uzatdın, getdi. Tutaq ki, gəldi, bax bura. Bu nöqtə hansı nöqtədirsə, Y nöqtəsi. Həmin nöqtədə bu üzgüçü çıxacaq. Deməli, X nöqtəsindən başlayacaq və Y nöqtəsində çayını necə ötüb keçəcək. Bu da niyə elədir? Çünki əlbəttə ki, bu üzgüçüyə gəlib bu çay təsir edəcək axı. Müəyyən qədər onu neyir? Bu tərəfə doğru itələyir. Həmin o, belə deyək də, o məsafəsini, hansı nöqtədən çıxmasını mən tapmaq üçün vektorların toplanması qaydasından neyirəm? İstifadə edirəm. Bu gördüyümüz, bax bu X, Y məsafəsi də hansı ki, bizim üzgüçünün, belə deyək də, yer dəyişməsini göstərir. Aha, bunu bildik. İndi baxaq çayı ötüb keçmə müddətinə. Necə tapacağım? Çayı ötüb keçmə müddəti sürətin Y oxu üzrə toplanına baxmalıyam. Yəni sürətin Y oxu üzrə deməli proyeksiyasını almalıyam. Bunda gəlin baxaq, indi nümunə verəcəm. Hər birini şəkillə göstərək sizdən bil. Bax, V bərabər idi, nə idi? S bölək T idi də, elə orada. Bizim düsturumuz var idi. V bərabər S bölək T. İndi burada S nədir? Əlbəttə ki, çayın enidir. Çünki deyirəm ki, çayı ötüb keçmə məsafəsi. Nə qədər uzunluq qət edəcək? Əlbəttə ki, çayı uzunluğu qədər məsafə qət etməlidir ki, bu çayı keçsin də. Bu deyil. Məsələn, çayın eni D hərfi dedik, D ilə işarələdik. Deməli, onda mən burada S-in yerinə yazmalıyam, D yazmalıyam. D bölək nə? T. Qeyd etdiyim kimi Y oxu üzrə perpendikulyara baxacam. Ona görə də nə? V-Y bərabərdir. D bölünsün T yazmalıyam. Buradan T-ni də tapanda T bərabər olacaq nəyə? D bölünsün V-Y-a. Gördüyümüz kimi T V-Y-lə necə asılıdır? Tərs asılıdır. Yəni, hansı müxtəlif sürətlər verə bilər bizə? Deyər ki, burada hansı üzgüçü çayı daha tez keçər? Daha tez keçmək nə deməkdir? Vaxtın daha az olmağı deməkdir. Zamanın az olmağı demək artıq sürətin olmağı daha çox olmağı deməkdir. Yəni, V-Y nə qədər çoxdursa, T1 o qədər azdır, daha tez keçər sahilə. Məsələn, verəcək, bax burada, tutaq ki, bu 1 olsun, bir dənə, başqa bir üzgüçüm olsun, bunun sürətinə V1 deyirəm. Tutaq ki, bu da olsun, ikinci V2'miz olsun. Sonrasında bu da olsun, bax V3, tutaq ki. Aha. Nə etmək lazım? Dediyim kimi, Y oxu üzrə bizim toplananımıza baxmaq lazımdır. Y oxu üzrə proyeksiyamıza. Bax, fikir ver, çayla müəyyən bir alfa bucağını gətirir. Burada fikir ver, perpendikulyardır çaya. Aha, burada isə də gördüyümüz kimi çaydan bir alfa bucağı daha əmələ gətirir. Buna da alfa 1 deyirəm, tutaq ki, buna da alfa 3 deyirəm. Burada da alfa bucağım 90 dərəcə. İndi mən qeyd etdiyim kimi, Y oxu üzrə toplanana baxmalıyam. Bax, bu X oxum haradır? Bu istiqamətdə yönəltdə. İndi boynumu qarayla göstərək. Bunu bağlayayım. Bax, bu gördüyümüz kimi X oxum. Belə göstərir. Aha, indi mən X oxu üzrə perpendikulyar endirməliyəm. Bax, proyeksiyanın alınma qaydasını keçmişdik. Deməli, bu nə olacaq artıq? Vx-in. Amma Y oxu necə yönəlir? Əlbəttə ki, Y oxu yuxarıya doğru yönəldiyindən, bax, bu istiqamətdə yönəldiyindən, deməli, mən
Y oxuna perpendikulyar almaq istəyirəmsə də sonundan bura bir perpendikulyar indirirəm və avtomatik bax bu hissə gördüyümüz bura nə olacaq? VY olmuş olacaq. Bu oldu VY-in. İndi mən burada VX və VY-ni eləməliyəm, bir-birindən fərqləndirməliyəm. Necə fərqləndirəcəm? Ola bilər ki, indi burada damla verirlər. Məsələn, tutaq ki, 2 dənə damla verirlər. Damla ilə işləsəz lap asandır, amma bucaqda verilə bilər. Bucaq bir qədər qəliz məsələdir, onu da izah edəcəm. İndi bax, burada damla ilə verilib. Tutaq ki, buraya 2 damla verilib. Deməli, burada VY-in neçə damla oldu? 2 damla. İndi buna baxıram, V2. V2 zaten fikir versəz, elə Y ox istiqamət dönər. X ox üzrə proyeksiya 0 olacaq. Çünki niyə? X oxuna perpendikulyardır. Deməli, sadəcə bunun Y ox üzrə proyeksiyası olacaq və Y ox üzrə proyeksiyasında bax, nə etmək lazımdır? Olduğu kimi bax, bura aparırsan. Gördüyün kimi bax, bu nə olacaq? Elə onun Y ox üzrə proyeksiyası nə oldu? Oldu. Bu da gördüyümüz kimi elə 2 damladır. Təqribən mən 2 damla deyirəm. Aha, bunu da baxaq indi. Bunun X ox üzrə proyeksiyası bax, bu istiqamətdə olacaq. Onu da hardan aldım? Bax, sonundan indirdim perpendikulyarı bura. Və buradan başlanğıçdan sona doğru çəkdim. Bu oldu nəyim? X ox üzrə proyeksiya. Y ox üzrə proyeksiyanı almaq üçün bax, Y oxunu çəkirəm. Bu da yuxarıya doğru. Y oxu. Deməli, bax, başlanğıcı onsuz da Y ox üzərindədir. Bax, fikir ver, sonundan perpendikulyar indirirəm. Gördüyümüz kimi, bax, bu hissədə olacaq nə? VY. İndi VY-də tutaq ki, buraya da verib 1 damla. Aha. Gördüyümüz kimi indi bax, burada damlalar bərabərdir. Yəni, V-qırıqlar bərabərdir. V-qırıqlar bərabərdirsə, deməli, onda çayı ötüb keçmə müddətində olacaq? Bir-birinə bərabər olacaq. Çünki hər üçü də eyni çayı keçir. D-lər bərabər, V-qırıqlar bərabər, avtomatik T-lər də bərabər olacaq. Onda yazacağım ki, mən burada T1 bərabər nəyə? T2-yə. Amma fikir versəz, burada artıq V-qırıq nədir? 1-dir. Yəni, 2-dən azdır da avtomatik. V-qırıq azdırsa, T artıq nə olacaq? Daha çox olacaq. Çayı ötüb keçmə müddəti. Dedik ki, T V-qırıq nədir? Tərs aslıdır. Aha, deməli, T artıq burada nə olacaq? Daha çox olacaq. Üçüncüdə. T3 də böyük olmuş olacaq. Bura aydındır məncə. Bu qədər aydındır. Aha, məsələn, buna aid topluda var. 3 dənə belə vektor göstərir və hər birinin də V-qırığı, yəni Y ox üzrə proyeksiyası eynidir. Üçü də bir-birinə bərabər. Deməli, avtomatik çay ötüb keçmə müddətləri nədir? Bir-birinə bərabərdir. Aha, bununla bildik. Bu damla ilə bildik. Bəs bucaqdan veriləndə damla sayı verilmədi. Tutaq ki, bucaq verildi burada. Bu necə olacaq? Yadımızda saxlayırıq. Bucağa bitişik olan tərəf kosinüsdandır. İndi onu almağınla da verəcəm. Əslində bunu biz riyaziyyatdan bilməliyik. Amma bir çox şagird təəssüflər olsun ki, bunu bilmir. Niyə bilmir? Çünki riyaziyyat dərsində yatıb. Ya da ki, müəllimə qulaq asmayıb. Nə bilim, fikir olub telefonda, iqrada, oyunda, başqa şeylər. Atırlar sonra da, necə deyərlər, boyunlarından ki, müəllim, biz bilmirik kosinüsü. Məcbur olurlar, artıq biz fizikada da riyaziyyat öyrədik. Nəysə. İndi baxaq. Tutaq ki, bax, eyni ilə gördüyünüz, bax, bu vektoru çəkdim. Bu dediyim kimi V1 vektoru. İndi bu da çay ilə əmələ gətirdi. Nədir? Alfa bucağı. Qeyd etdim ki, perpendikulyar indirirəm. Bax, bura nə olacaq? Mənim Vx-im. Sonra Y oxu yuxarıya daxil. Ona görə, bax, bu Y oxunu da çəkirsən yuxarıya. Perpendikulyar indirirəm. Gətirirəm, bax, bura. Bu da nə oldu? Sənin VY-in. Aha. Gəl, bu da nə oldu? Dedik ki, bax, V1-dir. Aha, indi bax, burada bu V1-dirsə də, bax, bu hissə. Bunun modulu deyək də belə. Aha, V1-dir. Biz kosinüs alfanı necə tapırıq? Hansı ki, riyaziyyatdan da bilməli olduğumuz məqam odur ki, kosinüs alfa bitişik katetin hipotenuza nisbətdir. Bax, bura bir düz bucaqlı üçbucaq yaranır, fikir verirsən. Bax, burada bir qırmızı da göstərəcək. Düz bucaqlı üçbucaq yaranır. Düz bucağın qarşısında olan tərəf nədir? Hipotenuzdur. Bitişik katetdə alfaya bax, bitişik katet, bax bu hissədə, bax bitişikdir. Alfaya bitişik olan Vx-dir. Deməli, bitişik katetin hipotenuza nisbəti, yəni Vx-ın V1-ə nisbət olacaq. İndi sən buradan Vx tapanda nə olacaq? Vx bərabər olacaq, V1 vurulsun nəyə? Kosinüs alfaya. Gördüyün kimi bitişik olan, bax Vx, bitişik olan tapmaq üçün hipotenuzu V1-i vurmalısan nəyə? Kosinüs alfaya. Bəs bitişik olmayan, bax alfaya bitişik deyil. Bax fikir ver, V1. Bunu necə tapacam? Bu da sinüs olacaq. Necə? Bax, sinüs alfanı necə tapıram? Riyaziyyatdan biz bunu bilməliyik. Sinüs alfa bərabərdir. Qarşıdakı katetin hipotenuza nisbəti. Qarşıdakı katetin nədir? Bax, budur. Bu qarşıdakı katetin uzunluğu paralel köşə görünəyə bərabərdir. V-qırıqa bərabərdir. Onda nə olacaq? V-qırıq bölək nə? V1, yəni hipotenuz. Buradan da V-qırıqı tapanda nə olacaq? V1 vurulsun sinus alfa. Deməli, ümumi qaydada belə ümumləşdirə bilərik. Nə olacaq? Bizim bitişik tərəfimiz, bax bu Vx-dir, bitişikdir, alfaya bitişikdir. Hipotenuzu V1-i vur nəyə? Kosinüs alfaya.
Amma bitişik olmayan tərəf, bax bu V-qırıq gördüyümüz kimi bitişik deyil. Bax arada başqa bir bucaq da var da, buraya bir beta desən tutaq ki. Bu artıq bu betaya bitişikdir bu V-qırıq. İndi alfa ilə işlədiyimə görə alfaya bitişik olmadığından artıq V-qırığa nə yazmalıyam? V1 vuraq sinus alfa kimi yazmalıyam. Ümid edirəm ki, aydın oldu. İndi bax məsələn, sən öyrənmək istəyirsənsə, artıq nə etməlisən? Bunu qeyd etməlisən. Tutub dərs izahında ağzına ayırıb baxmamalısan. Müəllim izah eləyir. Tutaq ki, riyaziyyat müəllimini keçdin, fizika müəllimini izah edir. Məcbur qalıb artıq sən bilmirsən deyə bunu izah edir sənə. Sən götürüb bunu qeyd eləməsən, sonra gəlib bax bu məsələləri işləyə bilməyəcəksən. İşləyə bilməyəndə nə olacaq? Qalacaqsan, yenə gəlib müəllimdən bir də soruşacaqsan. Nə vaxta kimi müəllimdən soruşa gedəcəksən? Qəbul imtahanına kimi, qəbulda da müəllim yanında olmayacaq axı. Ona görə sən bunu qeyd eləməlisən, növbəti dərsə artıq öyrənib gəlməlisən və bu məsələləri gözünbulu özün işləməlisən artıq. Yəni sənə müəllim hər zaman kömək etmir. Şagirdlər var ki, mənim öz hazırlığımda da olur. Bunu mən izahını verirəm, bugün izahını verirəm. Bunu qeyd eləmir heç. Üzünə baxa-baxa qalır. Yaxşı, qeyd eləmirsən. Tutaq ki, öyrəndin, deyirsən ki, mənim yadımda qalacaq da. Sonra gəlib işləyə bilmirsən axı. Bir işləyə bilməyən də artıq başa düşmək lazımdır ki, mən bunu hələ öyrənməmişəm. Öyrənməyim üçün də qeyd eləməliyəm. Qeyd eləyib, sonra gedib mən buna baxmalıyam. Daha gedib 2 gün, 3 gün sonra yox. Həmin günü baxmaq lazımdır ki, o sənin beynində qalsın. Yəni burada müəllim sənə izah edirsən, 2 gün, 3 gün sonra gedib baxanda o sənin yaddaşında qalmayacaq. Sonradan baxasan üzünə elə baxa-baxa qalacaqsan. Burada nədir bu? Mən niyə başa düşmürəm deyəcəksən. Niyə? Çünki sən isti-isti gedib onu öyrənməmisən. Evinizə isti-isti çörək gəlir də, onu nə edirsən? Bir gün gözlətmirsən ki, isti-isti kəsirsən, yeyirsən də onu ləzzətli şəkildə. Ona görə öyrənmək üçün, öyrənməyin ləzzətini almaq üçün isti-isti sən bunu yazıb qeydlərini götürüb, isti-isti də gedib evdə baxmalısan, öyrənməlisən və sonra da tətbiq etməlisən məsələlərə. Bu qədər bəsit, yəni fizika bu qədər çətin deyil əzizlərim. Fizikanı çətinləşdirən sizsiniz, sizin öyrənmə üsulunuzdur. Məncə bura qədər aydındır. İndi nümunələrə baxacağıq. Bu V-qırıqdan işləməyi bacardıq deyə düşünürəm. Məsələn, bax, indi burada V-qı götürəndə V-qı bərabər olacaq artıq V1 vuraq nəyə? Kosinüs alfa 1-ə. V-qırıq artıq bucağa bitişik olmayandır deyə V-qırıq bərabər olacaq V1 vuraq sinüs alfa 1-ə. Məsələn, burada artıq dediyim kimi V-qı yoxdur. Niyə? Çünki perpendikulyardır. Mən proyeksiyanı əvvəlki dərsdə izahını vermişdim. Aha, burada da V2 zaten bərabər olacaq nəyə? Sadəcə V-qırığımızı o da damla ilə də göstərəcək və yaxud uzunluğunu verəcək. Aha, indi burada, baxın, fikir verin, burada artıq alfa 3 bucağı əmələ gətirib, artıq burada Vx bərabər olacaq. V3 vurulsun nəyə? Bax, bitişikdir deyə, alfaya bitişik deyə V3 vurulsun kosinüs alfa 3-ə. V bucağa bitişik olmayan olduğu üçün V3-ü vuracaqsan nəyə? Sinüs alfa 3-ə. Bu qədər. Aha, indi gəlin baxaq. Məsələn, indi burada T'ləri müqayisə ilə deyəndə, gəlin də onu bir də yazım, bir dəqiqə, düstur buraya yazaq. T bərabər dedik nədir? D bölünsün V40-da. V40-ın yerində nə yazacaqsan? Əlbəttə ki, V vuraq sinüs alfa. Əgər ki, V'lərin qiymətləri eynidirsə, tutaq ki, V1-də, V2-də, V3-də eyni qiymət verir. Burada heç bir problem yoxdur. Deməli, sadəcə nəyə baxacaqsan? Bucağa baxacaqsan. Amma yox, fərqli versəydi, həm V1-ə, həm V2, həm V3-ə ayrı baxmaq lazım idi, vurub tapmaq lazımdır. Aha, gördüyün kimidir. V1, V2 tutaq ki, V3 bir-birinə bərabərdir. Onda nəyə baxmalısan? Sinüs alfa. Onda yazıram ki, D bölünsün, V vurulsun sinüs alfa. Aha, V'lər hamısı bir-birinə bərabərdir. Sinüs alfa gördüyümüz kimi necə asılı oldu T, sinüs alfa ilə tərs asılı oldu. Sinüs da bucaqdan düzdür. Yəni bucaq nə qədər böyükdürsə, sinüs o qədər çoxdur. Deməli, əgər ki, tutaq ki, burada alfa 1-dən alfa 3-ü müqayisə edirəm. Tutaq ki, alfa 1 böyükdürsə də alfa 3-dən, deməli, avtomatik sinüs alfa 1 də böyük nədən? Sinüs alfa 3-dən. Avtomatik sinusdan T tərs asılı olduğundan artıq T1 böyük olmayacaq T3-dən. Tərs asılı axı. Artıq T3 böyük olacaq. Nədən? T1-dən. Ümid edirəm ki, aydın oldu. Məsələn, burada T2 hamısından daha çox olacaq. Niyə? Çünki burada bucaq neçə dərəcədir artıq? 90 dərəcədir. Bucaq 90 dərəcədir deyə, yəni buradakı bizim sürətimizdən, belə deyək, çayın axını, çayın istiqaməti 90 dərəcə bucağa əmələ gətirdiyindən artıq sinüs 90-dan neçə alır? 1 alır. Ən maksimum sinüs maksimum qiymətini alır. Lap gözəl. Sinüs maksimum qiyməti, amma T nə olacaq? Ən kiçik qiymətini alacaq. Çünki nədir? T ilə sinüs tərs asılıdır. Yəni artıq burada T2 ən kiçik olmalıdır. Yəni T3 böyük T1-dən, o da böyük nədən? T2-dən. Bu qədər. Keçək indi müxtəlif hallara baxaq. Çay ilə eyni istiqamətdə hərəkətdə, əks istiqamətdə hərəkətdə və s. Bunlara bir-bir baxacağıq. Baxaq. Deməli, baxın, burada mən xüsusi hallar çəkmişəm. 3 dənə hala baxacağıq. Birinci,
Burada qayıq və V çay bir-birinə paraleldir. Bir ola bilər ki, bax, əks istiqamətdir, digər ola bilər ki, eyni istiqamətdir və yaxud da ki, qayığın üzgüçünün sürəti çayın sürətinə perpendikulyar olsun. Bu iki hala bir yerdə baxaq. Sonra üçüncü hala baxacağıq, bucaq əmələ gətirən hala. İndi gəlin bir yerdə baxaq. Bax, fikir verin, bizdən nə soruşulacaq? Burada çayı üzmə məsafəsi. O üzmə məsafəsində bir S deyirəm. Bunun S-i bizdən soruşacaq. Nə edəcəyik? Biz burada artıq çayı üzmə məsafəsində x ox üzrə proyeksiya ilə baxırıq. Yəni sadəcə x ox üzrə toplananlara fikir vermək lazımdır. Hansı belə deyək də sürət x ox istiqamətində yönəlir və yaxud da x oxun əksində yönəlir. Y oxu ilə işimiz yoxdur. Çayı ötüb keçmə müddətində idi bizim y oxu ilə işimiz. Orada fikir versəz mən vx-ə fikir vermirdim. Orada sadəcə vy-lərlə işləyirdim. İndi burada artıq vx-lə işləyəcəm. Bax, fikir ver, burada qayığın sürəti nədir? X oxun əksində. Bax, x oxu sağa doğrudur da. Aha. İndi birinci halda əks istiqamətdə yönəlir. Fikir ver, qayığın sürəti x oxunun əksinədir, çayın sürəti x ox istiqamətdədir. Bir-birinə əksdir. İndi təsəvvürünə gəlir, sən çayda üzməyə çalışırsan, tutaq ki, bax, bu istiqamətdə çayda sənin axının əksinə doğru gəlir. Avtomatik neyinir çay sənə? Maneçə törədir. Maneçə törətdiyindən sənin sürətini neynəməyə çalışır? Azaltmağa çalışır. Ona görə sən V qayıqdan nəyə çıxmalısan? V çayı çıxmalısan əks istiqamətdə olanda. Aha, deməli onda S bərabərdir VT deyə düsturumuz var idi. Bax, bunu yazıram bura. VT. Aha, indi burada artıq Vx sürətidir. Bu Vx də x ox üzrə proyeksiyadır. Mən yəni x ox üzrə yönələn sürətləri nəzərə almalıyam. Bax, indi fikir ver. V qayıq x oxun əksindədir, V çay x ox istiqamətdədir. Yəni hər ikisini nəzərə almalısan sən. Birini götürə bilmərsən, təkcə V qayıqdan işləyə bilmərsən və yaxud da təkcə V çaydan işləyə bilmərsən. Dediyim kimi, əks istiqamətdə olduğundan qayığa çayın sürəti artıq maneçə törədir. Yəni onun sürətini neyinir? Azaldır. Ona görə V qayıq çıxaq, V çay vuraq nə olacaq? T olacaq. Buradakı T də ötüb keçmə müddətidir çayın. Aha, indi bu nə oldu? Bizim birinci halımıza uyğun oldu. Bəs ikinci halda eyni istiqamətdə fikir ver. V qayıq da sola doğru yönəlir, V çayda. İndi sən çayı keçməyə çalışırsan, çayı da doğrusu üzməyə çalışırsan belə deyək də. Hə, üzürsən, çayda elə həmin istiqamətdə. Necə çay sənə avtomatik kömək edəcək də sənin daha sürətli üzməyinə səbəb olacaq. Sənin onda necə sürətin artmış olacaq. Əlbəttə ki, çay neyinir sənə artıq kömək edir. Aha, deməli onda sənin sürətin artırsa, S bərabər olacaq artıq V qayıq, üstə gələk V çay, vuraq nə? T-yə. Deməli, avtomatik belə bir qayda çıxardırıq ki, baxın, gördüyümüz kimi, çay və qayıq eyni istiqamətdə yönəlibsə, toplayıram, vururam T-yə, çayı üzmə məsafəsini tapıram. Eyni ilə də əks istiqamətdə yönələndə artıq maneçə törətdiyindən çay çıxıram və vururam nəyə? T-yə ki, çayı üzüb keçmə məsafəsini tapım. Çay üzmə məsafəsini. Aha, indi burada baxın, fikir verin, artıq V qayıqla V çay nədir bir-birinə? Perpendikulyardır və uzadırım. Fikir ver. Gördüyün kimi perpendikulyardır. Bax, burada da perpendikulyarlıq var. Fikir ver. Həmçinin qayıq da çaya gördüyümüz kimi nədir? Perpendikulyardır. Bax, buradakı bucaq nədir? Alfa 90 dərəcədir. Aha, burada nədir? Paraleldir. İndi burada nə etmək lazım? Mən dedim ki, x ox üzrə proyeksiya ilə baxıram. Fikir ver, V qayıq gördüyümüz kimi çaya nədir? Perpendikulyardır. Yəni alfa 90 dərəcədir. Dedik ki, əgər ki bizim vektorumuz, məsələn, tutaq ki, x ox üzrə proyeksiyasından baxıram. Əgər x oxuna perpendikulyardırsa, onun x ox üzrə proyeksiyası nədir? Sıfıra bərabər. Deməli, artıq buradakı qayığın x ox üzrə proyeksiyası nədir? Sıfırdır. Deməli, avtomatik mən burada artıq qayığın sürətini nəzərə almayacağam. Perpendikulyardırsa da vəsə getdi. V qayığa nəzərə almayacağım. Sadəcə sənə nə qaldı? V çay qaldı. Ona görə buradakı S bərabər olacaq sadəcə V çay vuraq nəyə? T-yə. Bayaqkında perpendikulyar deyil deyə qayığı da nəzərə aldın. Həmçinin çayı da nəzərə aldın. Amma burada artıq sadəcə çayı nəzərə alırıq. Çünki dediyim kimi qayığın x ox üzrə sürətinin proyeksiyası nədir? Sıfıra bərabərdir. Amma T-də sən nəzərə alırdın. Niyə? Çünki T-də V-lə işləyirdin. O V-lə V qayığın sürətinə nə idi? Bərabər idi. Aha. İndi buranı silirəm. Gəlin bucaq əmələ gətirəm. Hala baxaq. İndi baxın bu halda gördüyünüz kimi V qayıq çaya müəyyən bir alfa bucağı altında daxil olub. Aha, burada da çay gördüyümüz kimi bu istiqamətdə sürətini göstərmişəm. V çay və yaxud da V axın da deyə bilər. Heç bir problem yoxdur. İndi nə etmək lazımdır? Qeyd etdiyim kimi proyeksiya baxmaq lazımdır. X ox üzrə proyeksiyamı və Y ox üzrə proyeksiyamı göstərəcəm. Gəlin baxın. Fikir verin. Bu nədir? Mənim X ox üzrə proyeksiyamdır. Vx-in hansı ki qayığın X ox üzrə sürətinin proyeksiyası. Bu nədir bəs? Vy-dir. Bayaqları biz nə etmişdik?
göstərmişdik. Mən özüm xüsusi şəkildə sizin üçün göstərmişdim. İndi bax burada S-də dediyim kimi nəyə baxıram sadəcə? Vx-ə baxıram. X oxu üzrə olan X ox istiqamətində və yaxud da X oxun əksinə yönələn sürətlərə baxmaq lazımdır. Fikir ver, Vx-də X ox istiqamətindədir, V-çay da X ox istiqamətindədir. Deməli, avtomatik bunlar neyəcək? Toplanacaq, bir-birinə kömək edir axı qeyd etdiyim kimi eyni istiqamətdə olanda. Onda S-i tapanda S bərabərdir. Vx üstə gələk V-çay vurulsun nə olacaq? T olacaq. İndi buradakı bu Vx nəyə bərabərdir? Bax, bucağa bitişik tərəfdir, alfa. Dedim ki, avtomatik bucağa bitişik tərəf kosinüsdən olur. Yəni, V qayığı nəyə vurmalısan? Kosinüs alfaya. Vx bərabərdir. V qayıq vurulsun. Kosinüs alfa. İndi gətirib, bax, burada yerinə yazacağım. Onda nə olacaq? V qayıq vurulsun. Kosinüs alfa üstə gələk. V çay vuraq T. Bəs burada V çay əksinə doğru yönəlsəydi, yəni, bax, bu istiqamətdə yönəlsəydi nə olardı? Çıxaq olacaq əlbəttə ki. Çünki nə edir? Bir-birinə maneçilik törədir. Məsələn, Vx bu tərəfdədir. Gördüyüm kimi sürətin, qayığın sürətinin X oxucu proyeksiyası. V-çay nədir? Əksinədir. Nə edir avtomatik V-çay? Onun sürətini azaldır. Əksinə doğru yönəlir, bax. Ona görə çıxağından yaz. Bax, burada sənə lor dildə belə deyək, başa saldığımı düşünürəm. Bəs buradakı bu V-dir nə işimizdə yarayır müəllim? Bunu soruşsaq, bunu əvvəlki qaydada dedim ki, zaten T bərabər nədir? D bölünsün V-dir. Bu çayı ötüb keçmə müddətdir. Aha. Onda D bölünsün, V-qın yerinə yazacaqsın avtomatik. V vuraq sinüs alfa, V qayıq vuraq sinüs alfa. Çünki bucaq, burada da alfadır, bax bu V-q də buradadır. Bucağa bitişik olan tərəf deyil. Deməli, avtomatik nə yazmalısan? V qayıq vuraq sinüs alfa yazmalısan. V-qın yerinə. T bölək, V qayıq vurulsun, nədir? Sinüs alfa. Bu da çay məsələləri. Məncə çay məsələləri ardında. İndi biz nəyə baxırıq? Gəlin baxaq ötüb keçmə məsələlərinə. Hansı ki, tutaq ki, sual soruşulacaq. Qatar sərnişinin yanından neçə müddət, nə qədər zamana keçər? Bu sərnişin piyada da ola bilər. Və yaxud da ki, qatarın içində də ola bilər. Və yaxud da ki, qatar tuneldən nə qədər vaxtda keçər, ötüb keçmə müddəti. Bunlar soruşula bilər sizdən. Gəlin, baxaq. İndi burada, bu ötüb keçmə məsələlərini nümunələrlə göstərəcəm. Birinci, ikinci nümunəmizə baxaq, sonra digər nümunələrlə baxacağıq. Məsələn, qatardır, hərəkətdir bu istiqamətdə. Burada bir müşahidəçimiz var. Soruşur ki, bu müşahidəçini neçə saniyə sonra yanından keçər. Bunlar arasındakı məsafədə olsun, bax burada S desək. Aha, indi fikir verin, bu gördüyümüz qatar gəlib bunun yanından keçəndə, özüm bəs aşağıda göstərəcəm ki, çaşqınlıq olmasın. Bax, bu şəkildə olacaq. Aha, gəldi bunun yanından keçdi. Necə deyir indi burada? Baxın, fikir verin, buradan tutaq ki, bunun istəyirsən ucu nöqtəsi olsun, istəyirsən arxa nöqtəsi olsun, fərqi yox. Mən ucu nöqtəsini işləyirəm. Baxın, uc nöqtəsində, bax burada, ən belə deyək də, ucunda bir nöqtəni götürdüm. İndi eyni ilə burada da ötüb keçən anda, yəni yanından keçən anda ki, bax bu nöqtəni də burada qeydlədim. İndi bunlar arasında, bax bu nöqtə ilə bu nöqtə arasındakı məsafəyə baxaq. Bax, burada bir S var, burada bir qədər belə uzunluq var. Bu uzunluq nəyə bərabərdir? Qatarın uzunluğuna, L uzunluğuna malikdir. Onda nə qədər olacaq? S üstə gələk, L məsafəsi olmuş olacaq. T bərabərdir, S üstə gələk, L. Bölək nisbi sürət olmalıdır. İndi burada bizim bu müşahidəçimiz tərpənməzdir, dayanıb deyə, yəni sürəti sıfırdır, sadəcə nəyə götürəcəm? Bax, bu V-ni götürəcəm, V-yə bölməliyik. Aha, indi bəs burada, məsələn, burada fikir versəz, artıq sərnişinimiz qatarın içindədir. Bu qatar V2 sürətindən bizim digər qatarımıza yaxınlaşır, uzunluğu da L2-dir. Yenə, bax, buradakı bu qatar bu sərnişinin yanından keçər. Nə qədər müddətə bu soruşulur. Gətirirəm, bax, həmin qatar gördüyümüz kimi gətirirəm. Bax, bura aşağıdan özüm qeyd edirəm ki, yanından keçib gedəndə nə qədər məsafə qət edəcək, buna baxaq. Aha, bax, bura bunun gördüyümüz kimi uc hissəsi, digər halda da, bax, bu da bunun uc hissəsi. İndi fikir verin, bununla, bax, bu uc hissə ilə bu uc hissə arasındakı məsafə nə qədərdir? İndi mən nə çəkmişəm ki, sanki L1-dən L2 bir-birinə bərabərdir, xeyr, bərabər deyil. Aha, indi baxın, fikir verin, burada S məsafəsi qət edir və bir də bura, bax, bu hissə var. Bu da bizim bu həmki qatarımızdır, bax, bu qatardır. Deməli, bunun uzunluğu qədərdir, yəni L1 qədərdir. Onda bizim məsafəmiz nə olacaq? S plus L1. Deməli, T artıq bərabər olacaq. S üstə gələk L1-ə. Bölək, artıq nisbi sürət olacaq. Nisbi sürətdə də, baxın, fikir verin, əks istiqamətdə olanda nə olurdu? Toplanırdı. Yəni, V1 üstə gələk V2 olacaq. Bu hallara baxdıq. İndi keçək digər hallarımıza baxaq. Sizlə buranı şəkildə çəkib sizlərə nümunələri verəcəm. Şəkilləri indi çəkdim sizlər üçün. Baxın, burada nə deyəcək? Deyəcək ki, bura qatardır, V sürətindən hərəkətdir. Burada bir tunel var. Soruşacaq ki, qatarın tuneli keçmə müddəti. İndi bax, bu qatar gəlir tuneli. Necə keçəcək? Əlbəttə ki, bax, bu şəkildə artıq, bax, bu halda artıq qatar tuneli keçmiş sayılır.
İndi baxın, bu qatar və tunel arasındakı məsafəyə tutaq ki, deyirəm S. Tunelin uzunluğuna tutaq ki, deyək, belə tunelin baş hərfinə işarədir, T hərfinə işarədir. İndi baxaq, nə qədər məsafə var? Baxaq, fikir verin, uc nöqtəsini götürdüm bunun və bunun da uc nöqtəsini götürdüm. Fikir verin, burada S qədər var və burada T uzunluq var, T tunelin uzunluğu var, plus buradakı qatarın uzunluğu var. Və qatarın uzunluğuna demişdim, L demişdim. Onları necə toplayacağım? S üstə gəlir, T üstə gəlir, L. Deməli, onda buradan T-ni tapanda S üstə gəlilsin, T üstə gəlir, L bölünsün nə olacaq? Nisbi sürət və sadəcə burada bizim qatarımızın sürəti var deyə sadəcə V-yə böləcəyik. İndi burada dördüncü halda deyir ki, qarşı-qarşıya gələn iki qatar var. Bunların bir-birini tam ötüb keçmə müddəti soruşulur. İndi tutaq ki, bax, birini sabit salsın, bunu sabit salsın. Bu qatar gəldi, bunu neynədir? Keçdi. Bax, fikir ver, bax, bu şəkildə. Gördüyünüz kimi neynədir? Keçdi. Aha, yenə bunun uc nöqtəsini götürürsən və burada da, bax, burada da uc nöqtəyi götürürsən. Tutaq ki, bunlar arasındakı məsafəyə nə deyirəm? S deyirəm. Fikir ver, gördüyün kimi burada bir S məsafəm var. Sonra, bax, bu hissə nə qədərdir? L2 uzunluğu qədərdir. Və bu hissə nə qədərdir? Elə bax, bu qatarın uzunluğu qədərdir. Yəni, L1 uzunluğu qədərdir. Onda ümumi, bax, bu nöqtə arasındakı məsafə S, L2 və L1-in cəmi olacaq. T bərabər olacaq. S üstə gələk L2 və üstə gələk L1. Bölək nisbi sürət. Əks istiqamətli olanda sürətlər neynənirdi? Toplanırdı. V1 və V2 əks istiqamətli olduğundan sürətlər neynəyəcəm? Toplayacağım. Bəs ola bilərmi ki, eyni istiqamətdə yönəlsin? Bəli, ola bilər. Ola bilər ki, məsələn, bax, bu V2-nin istiqaməti artıq bu istiqamətdə yönəlsin, yəni sağa doğru yönəlsin və onda necə soruşacaq? Bu arxadakı qatar, böyük sürətlə hərəkət edən qatar, öndəki qatarı nə qədər müddətə tam ötüb keçər? Bu soruşulacaq. Bunda da yenə eyni şeydir. Baxın, fikir verin, S-dir, L2-dir və L1-dir. Aha, və cəm yenə S üstə gəlir, L2 üstə gəlir, L1 olacaq, amma artıq nisbi sürətdə çıxılacaq. Yəni, V1-dən nəyə çıxacam? V2-yə çıxacam. Eyni istiqamətli yönəlib deyə burada artıq çıxaq olacaq. Beləliklə, əziz abituriyentlər, artıq dərs izahımızın sonuna gəldik. Ümid edirəm ki, izah sizlər üçün aydın oldu. Artıq biz fizikada birinci bölməni tamamilə yekunlaşdırdıq dərs izahlarımızla. Əlbəttə ki, videoları hissələrə bölmüşdüm. Qeyd etdiyim kimi, o hissələri də siz videonun açıqlama hissəsində tapa bilərsiniz, görə bilərsiniz və izləyə bilərsiniz. Əgər ki, video izahdan faydalandınızsa da, videonu bəyənməyi, kanala abunə olmağı, həmçinin digər dostlarınızla da bölüşə bilərsiniz videonu və onlar da izləsinlər, dərs izahını başa düşsünlər. Digər dərs izahlarında görüşənədək özünüzə yaxşı baxın, sağ olun.